Ya Allah, Bismillah. Ne güzel, Allah'ınıza sağlık anam. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugünkü videomda anam bizim üçün çörək bişirəcək və mən isə onu sizinlə paylaşmaq istəyirəm. Uzun illərdir ki, anam evdə çörəyi öz üsulu ilə bişirir və çox da gözəl çıxır anamın çörəkləri. Bugün də eyni xəmirdən 2 fərqli çörək hazırlayacağıq. 2 kilo ağ unu və 1 kilo qara unu əvvəlcədən anam əliyib, qatıb, üzərinə 1 dolu yemək qaşığı maya və 2 dolu yemək qaşığı yemək duzu əlavə edib, əvvəldən isitdiyi su ilə xəmir edir. Anamın xəmir yoğurma üsulu biraz fərqlidir. Ona görə də onun hazırladığı çörəklər neçə gün qalsa da xarab olmur. Videomuzu sona qədər izləyin dəyərli izləyicilər. Abunə olub yorum yazmağı unutmayın və videonun gedişatında anam öz bildiklərini sizinlə bölüşəcək. Çörək öyün bərəkətidir. Çörək bişirərsənsə, o çörəyin bərəkəti evlə bir olar. Gələk bunu özümüz təmiz unla, qara unla, ağ unla ikisini qarışdırıb bu xəmiri eləyirik. Gözəl də dadı olur. Yaxşı da çörəyə çıxır. Əlində yəni bunu eləmək, evdə qadın əgər xəmir eləyib çörəyini bişirərsə, o evin bərəkəti başından tökülər. Xəmiri də çox bərk eləmək olmaz, çox daş kimi də eləmək olmaz, çox boş da eləmək olmaz. Gözəl də xəmiri çıxır. Əllərinə sağlıq. Hələ çox yoğurmamışıq, xəmir indidən həll olunur. Ona görə onun suyunu, duzunu, mayasını qaydasında eləmək lazımdır. Bu dəsmalı da xəmiri qatandan sonra üstünə atıram. 5 dəqiqə, 1 dəqiqə, 2 dəqiqə, 3 nə qədər istəyirsən saxlayırsan, əlini təmizləyənə qədər. Ondan sonra bir də yavaş-yavaş, elə-elə, mərhələ-mərhələ xəmirin həll olunur. Xəmirdən bir dənə də yağlı çörək qayırırıq. O çörək çox ləzzətli, dadlı olur. Kərə yağından aralarını qatlayıb, indi onu göstərəcək sizə. Birinci onu yeyirlər. Çox qəşəng dadır sən hazırladığın yağlı çörək. Hə, belə elədin, indi əlini 1-2 dəqiqə dayansın. Aha. Bircə qırıq dayandı, bəsdir. Əlimi təmizləyəm. Hə. Buna bax, xamır qızır. Hə. Xəmirim elə bir hazırdır, amma hələ hazır deyil. Xəmiri də ən çox sağ əllə yoğurmaq lazımdır. Bizim sağ əl bərəkət əlimizdir. Sağ əllə xəmiri yoğurun, heç vaxtı sol əli çalışın ki, xəmirə vurmayın. Xəmir olanda özü səs çıxardır. İndi o səsi bizə göstərərsən. Hə, indi o səs çatsa sizə göstərəcəm. Artıq xəmir hazırdır. Un hazır olmağını ondan bilirsən ki, bax belə yoğurursan. Görürsən, xəmir heç əlinə yapışmır, heç səni incitmir. Elə bir yağlı xəmirdir. Gözəl bir xəmir alınır. Artıq hazırdır xəmir. İndi bunun üstünü örtüb qoyacağıq. Acıyacaq. Ondan sonra sağlıq olsa bir kündəliyib pişirəcək. İnşallah. Xəmiri böyük bir kündə kimi bax belə yığırıq. Bağlayırıq ağzını. Xəmir olur burada bir dənə böyük bir kündə. Sonra xəmirin üstünü örtürük. Artıq xəmiri acımağa qoyuruq. Maşallah, maşallah, xəmirin gözəl gəlir. Görürsən, nə gözəl. Çox gözəl bir xəmirdir. Bunu qara unla, ağ unun qarışığından yoğurmuşuq. Çox gözəl də xəmir alınırdı. Bismillah.
birini yağlı eləyəcəyik, birini yox, birini ama ikisini çörək eləyəcəyik. Yağlı deyilən bunu kündələmək biraz çətin olur. Bismillah. Çörəkdir. İndi bunu elə budacağım, mən yağımı eləyəcəyim. Bu nəhrə yağıdır. Nəhrə yağı ilə biz yağlı kökəmizi yağlayacağıq, sonra qoyacağıq. Biraz qalandan sonra listə aparıb qoyub pişirəcəyik. Bax bunu beləcə yoğurur, yağlayırsan, bu çox gözəl olur, qat-qat olur. İndi mən bunu göstərəcəm siz nətər. Evinizdə hər şey var. Yağ var, ondan sonra xəmir var, un var. Bax, beləcə bunu yuvarlayırıq. İndi mən evdə var, nəhrə yağı ilə eləyirəm. Amma nə hansı yağla olsa eləyə bilərsiniz. Bismillah. Şimdi yağı dökün. Bunu qoyacağım, qoyacağım. Bax bu yağladığım xəmiri. Bir qədər qalandan sonra, bunu gəlib 5-10 dəqiqədən sonra mən yumşalacaq. Artıq bunu yastılamaq asan da olacaqdır. Üstünü örtəsən indi. Hə, indi üstü örtülür. Saxlayırıq elə. Hə. 10 dəqiqə. Bunları Qoy. həmişə analar yağlı çörəyi birinci pişirir ki, o çörəyin iyisi gələndə uşaq çörəyi istəyir. Elə onda o yağlı kökədən verir. Birinci bax bu çörək otundan indi işte hərə zövqünə görədir. Vurmaq olar, vurmaq da olmaz da. Mən bundan birinci vururam, bu xəmirə yapışır, ondan sonra üzünü yumurtalayıram. Vuracaqsan da. Yumurtanın içine heç nə vurmayıbsan, yumurtanın sarısını. Yox, yumurtanın ilə Özüdür də. özüdür. Bunu biraz sıx-sıx eləyirik, çünki bu yağlıdır. O birini az eləyirik. İndi bu yağlı çörək bir 15-20 dəqiqədə belə qalır. Hə, bir Kündə də qəşəng pişirir. İsti o soysun. Ne güzeldi. Xırda-xırda tökülür. Yağlıdır deyilən, tökülür qıraqları. İkinci gündəmizdir də. Hə, ikinci gündədir. Üçüncü də bizi gözləyəcək. Bunu yumurtadan qabaq vurursan, sonra yumurtasını çəkirsən. Onda onun heç biri tərpənmir. Atlıcı qalır. Amma üstdən vuranda tökülür. Havasını çıxardandan sonra da çəngəllə qoy, çox şişməsin.
Əllərinə sağlıq mama. Çox qəşəng. Gel xidmətidə. Ya Allah, bismillah. Aa, ne güzel, Allah'ınıza sağlık anam. Nuş olsun. Qara unu da qatıbsan, ona görə bax. Tam ağ çörək deyil də.